Eşhedü enne Muhammeden Resulullah. Otur! Tanım affediyorsan mı? Bu yaxında mərkəzimizdə inanılmaz bir hadisə baş verdi. Hətta bizim özümüz hamımız şokdaydıq. Deməli nə baş verdi? Gəldim otağıma xəstəni salamlamağa. Otağa daxil olduqda indi görəcəyiniz səhnə ilə rastlaşdı. Buyurun izləyin. Əşhədü enne Muhammeden Resulullah. Əşhədü enne Muhammeden Resulullah. Otur! Hayya alas-salah. Hayya alas-salah. Hayya alel-felah. Hayya alel-felah. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. Karaçısan. Çeksansan. Oradan o ya suya bana ver. Tuğkan bana ver. Adın nedir? Tanım affediyorsan mı? Tanım. Karaçısan. Bir hafta sen bana vurdurursun. Karaçısan. Çeksan şunu olana bakırsan. Otur. Otur. Kardeş derin nefes al kardeş. Eşitirsən beni? Derin nefes al. Derin. Derin nefesler al. Bismillah de. Bismillah de. Bismillahirrahmanirrahim. Sonra derin nefes al. Gayet otur divanda zahmet olmasın. Gayet. Otur. Koyma kontrol eləsin seni. Otur. Deməli məsələ nədir? Adam TikTokda məni tapıb, başlayıb videolarımı izləməyə, canlılara qatılmağa, ruqyalar dinləməyə və içindəki cin artıq sıxır, dağıdır. Hətta gəlib burada məndən intiqam almağa. Bir təhər sakitləşdirdik və özünə gələndən sonra dedi ki, qardaş, bax bu gündəyəm, kontrolu alır, hər şey şuurum yerindədir, dediyimi, eşitdiyimi xəbərim var, amma heç bir şey edə bilmirəm, kontrol edə bilmirəm və doğrudan da ruqya seansında bəlli oldu ki, həqiqətən onun bədənində olan cin onu kontrola alır və bu cinin insan bədəninə olduğu ikinci növ kontroldur, hansı ki mən indi ekranda gördüyünüz videoda bu haqda ətraflı danışmışam ki, cin bu hallarda insanı necə kontrol edir. Mütləq bu videomu da daha sonra izləyəsiniz. İndi isə gəlin əsas videomuza keçid edək. Çox maraqlı hadisələr baş verdi həmin adamla. Mütləq videonu bəyənin, paylaşın, özünüzdə saxlayın ki, yenidən bunu təkrar izləmək istəyəcəksiniz. Əşhədü ennə Muhammedən Resulullah. Hayya alas-salah. Hayya alas-salah. Hayya alel-felah. Hayya alel-felah. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. Allah'tan korksun. Terk elə bədəni. Terk elə. İnna zeyyənə səmâd dünya bizinətinil kəvâkibih və hifzan min... Bayram. Artist elime bayra çakın. Min şerri mâ necdu ve muhadir. Min şerri mâ necdu ve muhadir. Ve itâi zil qurba ve yenhâ anil fahşâi vel munkeri vel bagi. Ben infarkt edilmeye hədəliyir. Bu gecə infarkt olsam, prokuraturdan göndərəsi bunu sizə. Biləsiniz harada. Gülməlidir əlbəttə də, kansirin gülməlidir. Tövbə edəcəksiniz. Nə? Nağıl danışırsan. Nağıl? Nağıl sənə iblis danışır. Bilsən hansı nağıl? Bilsən hansı nağıl sənə danışır iblis? Sənə vəd verirdi ki, ahirətdə sənə qurtaracaqdır. O nağıldır. Ahirətdə cənnət və cəhənnəm dolandan sonra sənin o iblisi və cəhənnəmdə minbər qoyulacaq. Və çıxıb oradan çıxış edəcək və sən və sənin kimləri xitab edəcək cəhənnəm əhlinə. Deyəcəkdir ki, mən sizə vədlər vermişdim, Allah da sizə vədlər vermişdim. Mən sizi aldatdım, Allah sizə vədini yerinə getirdi. Amma siz məni deyil, özünüzü qınayın. Çünki mənim sizin üzərinizdə bir hökümdarlığım yox idi. Mən sadəcə sizi çağırdım, siz də mənim dalımca gəldiniz. Bax, səni aladan odur. Nağıl danışan da odur. Mən danışdığım isə haqdır. Aləmlərin Rəbbinin söylədiyi haqdır.